boşanmış qadın və ya dul qadın nə işlənmiş avtomobil, nə də icarəyə verilən bir evdir. Onlar barəsində Allahdan qorxun və onların hisslərini qoruyun. Səhabələr dövründə bir qadın əri vəfat etdikdə və ya boşandıqda, səhabələr onunla evlənmək, ona qayğı göstərmək və təsəlli vermək üçün bir-biri ilə yarışardılar. Məsələn, Atikə Əbu Bəkrin oğlu ilə evlənmişdi. O onu sevirdi, o da onu sevirdi. Və o, şəhid olana qədər belə davam etdi. Sonra onunla Ömər bin Xəttab evləndi, lakin o da şəhid oldu. Daha sonra o, cənnətlə müjdələnən səhabələrdən olan Zübeyir ilə evləndi və o da şəhid oldu. Heç kim onun haqqında əllərinə bədbəxtlik gətirən demədi. Əksinə deyərdilər, kim şəhid olmaq istəyirsə, Atikə ilə evlənsin. Hətta Peyğəmbərimiz də sallallahu aleyhi və səlləm anamız Ayşədən başqa bakirə qadınla evlənməmişdi. Evliliyi uğursuz alınmış və ya dul qalmış qadın nə bədbəxtdir, nə də naqisdir. Elə isə onlar barəsində Allahdan qorxun.